Salam, hər vaxtınız xeyir olsun dəyərli dost və izləyiciləri. Sığortalı dost verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yekun sığorta icmalını açıqladı. Böyümə tendensiyası bu hesabat dövründə də təmin olunub. Bəs böyüməni təmin edən faktorlar nələr oldu? Cari böyümə trendi növbəti dövrlərdə hansı proqnozlar əsasında reallaşa bilər? Mövzunu studiyamızın qonağı Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayevlə müzakirə edəcəyik. Xoş gəlmişsiniz Elmar müəllim, sizi verilişimizə salamlayıram. Salam, çox sağ olun dəvətinizə görə. Elmar müəllim, bugün sizlə 2021-ci il üzrə qeydə alınan artım fonunda sığorta bazarının 2026-cı il üzrə hədəflərini müzakirə edəcəyik və istəyirəm mövzumuzla bağlı ilk sualımı sizə təqdim edim. Azərbaycan Respublikasının Mərkəzi Bankı 2025-ci il üzrə yığım sığorta icmalını açıqladı və rəqəmlərdən belə məlum olur ki, yerli sığorta bazarımız 11,2% böyüyüb. Ümumi icmal rəqəmlərini təhlil etsək, hansı məqamları xüsusilə vurğulayardınız? Bəli, düz qeyd etdiniz. Artıq 2025-ci ilin sığorta rəqəmləri bəllidir. Azərbaycan maliyyə sektorunun regulatoru, o cümlədən sığortanın da regulatoru Mərkəzi Bank tərəfindən icmal açıqlanmışdı. Və bu icmaldan biz gördük ki, artıq İlk dəfə olaraq sığorta bazarımız 2025-ci il ərzində 1 milyard 504 milyon manat yığım təşkil etmişdi. Bu da ondan öncəki dövrlə müqayisədə 11,2% böyümə deməkdir. Qeyd etmək istəyərdim ki, yığımlarla paralel ödənişlər artmışdı və 2025-ci ilin ödənişləri 920 milyon manat təşkil etmişdi. Bu da deməli ondan öncəki dövrlə müqayisədə 22,3% böyümə deməkdir. Ödəniş deməli daha az böyüyüb, amma ödənişlər daha çox böyümüşdü. Və gördüyünüz kimi bu rəqəmlər sığortanın aktuallığının hansı səviyyədə olduğunu yenə də bizə göstərir. Əlavə məlumat istəyərdim sizin diqqətinizə çatdırım ki, deməli həyatın yığımı 16% artdı və ödənişlər 33% artdı və qeyri-həyatda yığım isə 5,3% artmışdı və ödəniş 3% artmışdı və çox maraqlı da bir rəqəmi diqqətinizə çatdırmaq istəyərdim ki, ilk dəfə olaraq Azərbaycan sığorta bazarı ÜDM-dəki payı, ümumi ÜDM-dəki payı 1,16%-a yüksəlmişdi, amma qeyri-neft sektorda isə ÜDM-dəki payı 1,63%-a demək olar ki, çatmışdı. Bu onun göstəricisidir ki, artıq bizim bir neçə illər öncə düşündüyümüz və hədəf kimi götürdüyümüz rəqəmlərə biz artıq real olaraq çata bilirik. Düzdür, bu Avropada və inkişaf olunmuş, sığorta inkişaf olunmuş ölkələrdə ÜDM-dəki payı, sığortanın ÜDM-dəki payı 3, 4 və 5%-ə artıq çatıb. Amma biz artıq demək olar ki, yarı yolu keçmişik və uğurla davam edirik bu yolu. Və daha böyük həcmli yığımlar hansı sığorta növləri üzrə oldu? Yəni 2025-ci ildə vətəndaşlarımız daha çox hansı sığorta növlərini seçdilər? Kateqoriyalara bölsək, sığorta növlərinə bölsək, burada lider olaraq həyat yaşam sığortasıdır. Birinci yerdə 701 milyon manat yığımla öz yerini tutub. Daha sonra mən qeyd etmək istəyərdim, bu avtomobil sahiblərinin mülki məsuliyyət icbari sığortasıdır. Burada 182 milyon manat yığımla onlar öz ikinci yerini tutublar. Daha sonra bu könüllü tip sığortasıdır, 133 milyon manatla. Daha sonra mən istehsalatda risklərin icbari sığortasını qeyd etmək istəyərdim 101,5 milyon manatla. Könüllü əmlak sığortası 85,5 milyon manat yığımla, daşınmaz əmlakın icbari sığortası deməli 81 milyon yığımla
yer alıblar və burada əlavə olaraq mən könüllü avtomobil sığortasını da qeyd etmək istəyərdim. 79 milyona yaxın yığım təşkil etmişlər. Burada könüllü deməli bitki məhsullarının sığortasını da mən qeyd etmək istəyərdim. 13 milyona yaxın yığım təşkil etmişlər. Bu demək olar ki, bütün sığorta növləri artım 2024 ilə 25-ci ildə müqayisədə götürəndə artım qeydə alınmışdı. Amma mən sadaladığım bu sığorta növləri ən böyük, ən iri yığımlarla siyahıda yer aldılar. Ümumiyyətlə, maraqlıdır ki, ödənişlərdə də artım qeydə alınıb və 22,3%. Əslində hesab oluna bilər ki, bu faktor baş verən hadisələrin həm intensiv olmasından xəbər verir, həm də sığorta xidmətlərinin eyni zamanda aktivliyi barədə bilavasitə məlumat verir. Bəs siz bu məqamları necə şərh edirsiniz? Bəli, mən öncə dediyim kimi sığorta aktuallığının göstəricisidir. Bu ödənişlər, yəni siz qeyd etdiyiniz kimi sığorta hadisələrin tezliyi hansı səviyyədədir ki, bu yığımların demək olar ki, ən böyük hissəsi ödənişlərə istiqamətləndirir, yönləndirilir və əlavə olaraq mən qeyd etmək istəyərdim ki, 2025-ci ildə bir neçə dənə məqamları mən səsləndirmək istəyərdim. İlk olaraq bu 21 fevral 2 mart aralığında deməli qarlı hava şərait nəticəsində yalnız deməli bu demək olar ki 10 günün ərzində 4414 sığorta müraciəti daxil olmuşdu sığorta şirkətlərinə. Yəni bu o deməkdir ki, bunlar sığortadan faydalanmışdılar və hadisə baş verdiyi anda onlar sığortaya müraciət edirlər. Yəni bu rəqəm onun göstəricisidir ki, sığortalı vətəndaşlarımız, nə qədər sığortalı vətəndaşlarımız sığortadan faydalana biliblər və neçəsi hələ biz bilirik ki, sığortadan faydalanmadığına görə hadisələr baş verdikdə, zərərləri gördükdə onlar artıq məcbur oldular ki, öz zərərlərini öz şəxsi hesabları ilə vəsaitin hesabına qarşılasınlar. Amma bu 4414 müraciətin deməli yekunu olaraq sığorta şirkətləri tərəfindən bu 10 gün ərzində 3 milyon manata yaxın ödənişlər həyata keçirdilər. Əlavə olaraq mən istəyərdim qeyd edeyim 2025-ci ildə 20 və 31 mart tarixlərində bu bayram günlərində, bildiyiniz kimi bayram günlərində deməli yalnız bu aralıqda 2600 deməli 34 müraciət daxil olmuşdu və bu müraciətlərin müqabilində sığorta şirkətlər tərəfindən 2 milyon yarım manat sığorta ödənişi həyata keçirmişlər. Və keçən ilin yadınıza gəlsə 15-16 aprel tarixlərində deməli normadan artıq yağışlar deməli nəticəsində 769 sığorta hadisəsi qeydə alınmışdı, yəni müraciət olmuşdu və şirkətlər tərəfindən qeydə alınmışdı və bu 769 bu yalnız 2 gün ərzindəki olan hadisələrdə deməli 300 minə yaxın sığorta ödənişi həyata keçirilmişdi şirkətlər tərəfindən. Elmar müəllim, Azərbaycan Sığortaçılar Assosiasiyasının sektora istinadən yaxın vaxtlarda paylaşdığı yeni hadisə statistikası onu deməyə əsas verir ki, risklər dayanmır, hər zaman, hər yerdə mövcuddular. Bax, istəyərdik bu rəqəmləri də şərh eləyəsiniz. Bu rəqəmləri də bəli, mən məmnuniyyətlə deyəcəm. Ondan öncəki rəqəmlər yalnız 2025-ci ilə aid olduğuna görə, onları biz 2025-ci ilin statistikası ilə qeydə alınıb səsləndiririk. Amma yalnız 31 dekabrdan deməli 4 yanvar 5 gün ərzində 2156 müraciət, sığortaya müraciət daxil olmuşdu və bu 5 günün ərzində dəymiş zərərlər sığorta şirkətləri tərəfindən qarşılanmışdı və 1 milyon yarıma yaxın ödəniş həyata keçirilmişdi.
kifayət qədər böyük rəqəmdir, özünüz gördüyünüz kimi və 20 yanvar, bu ilin 20 yanvarında bu qarlı, deməli, şaxtalı hava şəraitində baş vermiş hadisələr üzrə, deməli, bir günün ərzində, yalnız bir günün ərzində 484 müraciət daxil olmuşdu və bu 484 müraciət üzrə şirkətlərimiz tərəfindən zərərlər qiymətləndirilmişdi və 300 minə yaxın sığorta ödənişləri həyata keçirilmişdi. Elə 2026-cı ildə baş verən hadisələrdən söz düşmüşkən, bildiyiniz kimi artıq qlobal sığorta bazarları yeni ilin risk parametrlərini açıqlayıb. Bəs yerli sığorta bazarı olaraq bu barədə proqnozlar hansı istiqamətdədir? Proqnoz olaraq qeyd etmək istəyərdim ki, bildiyiniz kimi sığorta riskləri iki kateqoriyaya bölünür. Bu, deməli, ənənəvi risklərdir və qeyri-ənənəvi risklər. Ənənəvi risklər artıq bizim vətəndaşlarımızın çoxuna bəllidir, tanışdılar, rastlaşıblar və bunlar mən qeyd etmək istəyərdim ki, bu əmlaka yönəlik, məsəl üçün bu yanğın, su basma, partlayış, bu cür risklərdir. Bu daha sonra deməli avtonəqliyyata yönəlik burada yol nəqliyyat nəticəsində olan hadisələr, məsuliyyət, avtomobil idarə edən şəxslərin məsuliyyəti, alışmalar, oğurluq, avtomobillərin oğurluğu. Daha sonra sağlamlığa yönəlik riskləri mən qeyd etmək istəyərdim. Burada da ki, sağalmaz xəstəliklər səsləndirmək olar və mövsümi xəstəliklər səsləndirmək olar və istehsalata yönəlik isə burada biz əmək qabiliyyətinin itirilməsi və ölümlə yekunlaşan halları da qeyd edə bilərik və aqrar sığortadan mən istəyərdim səsləndirəm. Burada da hava şəraitinin deməli nəticəsində dəymiş zərərlər, fermerlərimizə və sahibkarlarımıza dəymiş zərərlərin risklərini səsləndirmək olar. Bu ənənəvi risklər kateqoriyası idi və qeyri-ənənəvi risklər kateqoriyasına gəldikdə isə bu artıq müasir dövrün tələblərinə uyğun olaraq bu kiber riskləri mən istəyərdim səsləndirim. Bu kiber riskləri dedikdə bu hesabların uğurlanmasından biz danışırıq, məsuliyyət risklərindən danışırıq və ən iri həcmli olan deməli kateqoriya bu katastrofik risklərdir və bu katastrofik risklərə təbii fəlakətlər aid etmək olar. Bəli, verilişin əvvəlində bazarın böyüməsindən danışdınız. Necə düşünürsünüz? Bu böyüməyə təsir edən başlıca amillər nələrdir? Bazarın böyüməsi və inkişaf olunması birbaşa, mən belə deyərdim, nömrə 1 prioritetdə olan bu maarifləndirmə işidir. Bildiyiniz kimi maarifləndirmə işi olmayan sektorda inkişaf çətin reallaşa bilər və bu maarifləndirməni mən istəyərdim xüsusilə vurğulayım. Artıq 6 ildir ki, biz Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Büro arasında imzalanmış memorandum əsasında böyük bir layihəyə start verilmişdi və bu layihənin çərçivəsində biz artıq 6 ildir ki, bazarımızın davamlı olaraq böyüməsini görürük və şahid oluruq. Və burada mən qeyd etmək istərdim, bu ən böyük iş bu. KİV-lə əməkdaşlıq böyük rol oynayır. Daha sonra mən burada açıq və qapalı deməli məkanlarda sığorta təbliğatlarını burada mən mütləq istərdim qeyd edeyim ki, biz artıq 2 il Azərbaycan ərazisində sığorta festivalı həyata keçirmişdik. 2 il, yəni bu ilk olaraq Azərbaycanda baş vermiş bir təcrübə idi. Biz 2 il onu çox uğurlu və yüksək maraqla, vətəndaşlarımız tərəfindən yüksək maraqla qarşılanmasını gördük. Daha sonra burada biz beynəlxalq
sığorta forumu qeyd edə bilərik, hansı ki biz artıq deməli 10 beynəlxalq sığorta forumu Azərbaycanda keçirilmişdi və bu beynəlxalq sığorta forumda dünyanın sığorta sahəsində ən inkişaf olunmuş sığorta mütəxəssisləri dəvət olunmuşdu və onlar öz təcrübələri ilə, bilikləri ilə bölüşürdülər bizim sektordakı nümayəndələrlə və birgə apardığı müzakirələr nəticəsində bizim sektor üçün ən uğurlu və ən əlçatan təcrübəsinin tətbiq olunmasının yolları axtarılırdı və burada mən istəyərdim onu da mütləq qeyd edeyim ki, biz artıq neçə ildir jurnalistlərlə yazı müsabiqəsi keçiririk və bu yazı müsabiqəsində biz bir sektor, peşəkar sektorun təmsilçisi olduğumuza görə bizim məlumatları jurnalistlər əhaliyə çatdırır və ən önəmlisi ondan irəli gəlir ki, ilk növbədə jurnalistlər bu məlumatı düzgün, əlçatan almalıdırlar ki, sonra o səviyyədə vətəndaşlara çatdıra bilsinlər və biz bu istiqamətdə yazı müsabiqələri keçirmişdik və sevindirən hal odur ki, hər ildən ilə bu yazı müsabiqəsinə qatılan jurnalistlərin sayı daha da çoxalır və artmaqdan da savayı daha maraqlı, daha dolğun və məlumatları istifadə edirlər və öz özləri də artıq sığorta sahəsini öyrənmiş. Bəli, özləri də artıq demək olar ki, sığorta mütəxəssislərinə çevrilirlər. Bu bizi çox həqiqətən də sevindirir və biz artıq əminik ki, bizim jurnalistlərimiz düzgün məlumatları vətəndaşlarımıza çatdırırlar və özləri də o məlumatlardan faydalanırlar və biz bu istiqamətdə düzgün yolda inkişaf edirik. Elmar müəllim, bax, cari icmal rəqəmləri fonunda ölkədə sığortalanma səviyyəsini necə dəyərləndirirsiniz? Potensiala çatmaq üçün başlıca prioritetlər nələrdir? İlk onu qeyd etmək istərdim ki, Azərbaycanda sığortanın potensialı böyükdür və sığortalama penetrasiyası bundan sonra 3-4 dəfə artırmaq realdır. Ona qeyd etmək istərdim ki, Azərbaycanda yalnız avtomobil sahiblərinin mülki məsuliyyət icbari sığorta növündə biz penetrasiyasının 100%-ni əldə edə bilmişik. Amma digər sığorta növlərində bu rəqəm daha aşağıdır və bizim bu istiqamətdə görülən işlərimiz çoxdur və inanıram ki, sığorta bazarının inkişafı ilə, böyüməsi ilə, ÜDM-dəki payımızın da böyüməsinə biz nail ola biləcəyik və artıq 6 ildir biz inkişaf tendensiyasını qoruya bilirik və hər il sığorta sektorimiz 10%-dan daha yüksək rəqəmlərə çata bilir böyüməsi. Yalnız keçən il və iniş il biz 11%-la, ondan öncəki illərdə 26%-la, ondan 22-də bu rəqəm 16% olub və 22-də bu rəqəm 12%. Yəni demək istəyirəm ki, biz hər il sığortanın inkişafını əldə edə bilirik, bu nəticələrini əldə edə bilirik, görürük və potensial kifayət qədər böyüdür və biz bu istiqamətdə əlimizdən gələn deməli işləri görürük və mən istərdim qeyd edeyim ki, bu istiqamətdə bizim maliyyə sektorunun kuratoru olan Azərbaycan Mərkəzi Bankı sistemli şəkildə tədbirlər həyata keçirir və birgə biz inanıram ki, bu rəqəmlərə, bu potensiala çata biləcəyik. Gəlin bir qədər də bu illə bağlı planlarımızdan danışaq. Sektorun cari il üçün nəzərdə tutulmuş yenilikləri və sektorial tədbirləri hansılar olacaq?
Bu il 2026-cı ili qeyd edəndə mən demək istəyərdim ki, kifayət qədər böyük planlarımız var və burada biz ilk növbədə deməli 11-ci Azərbaycan Beynəlxalq Sığorta Forumunun həyata keçirilməsi hazırlıq işləri aparılır. Artıq demək olar ki, bir qismin həyata keçirmişik və növbəti mərhələ ilə biz bu istiqamətdə kifayət qədər böyük işlər aparırıq. Daha sonra burada maliyyə sektorun üzvü olan, bilirsiniz ki, hər il maliyyə forumu həyata keçirilir Azərbaycanda. Biz də bir sığorta sektoru olaraq bu forumun həyata keçirilməsində hazırlıq işləri görürük və öz biliklərimizlə, təcrübəmizlə bölüşürük. Daha sonra biz artıq 3-cü İnsurtech zirvəsini həyata keçirməyə hazırlıq işləri görürük. Bildiyiniz kimi bu artıq müasir dövrün tələblərinə uyğun olan bir segmentdir. Və keçən il biz ilk dəfə olaraq agent və sığorta vasitəçiləri forumunu həyata keçirdik və o çox maraqla və çox sektor üçün böyük fayda ilə nəticələnən bir forum oldu. Həmin o forumun bu illəri ikinci deməli forumu həyata keçirməyə hazırlıq işləri görüləcək və bildiyiniz kimi sığorta sektoru izləyən vətəndaşlarımız bilirlər ki, biz 2025-ci ildə ilk dəfə olaraq Azərbaycanda Türk dünyasının mədəniyyət paytaxtında Şuşa şəhərində ilk Türk Dünya Sığorta Forumunu həyata keçirə bildik. Çox möhtəbər bir tədbir idi, bəli. Və həmin tədbirdə səsvermə nəticəsində ikinci forumun keçirilməsi Türkiyə tərəfindən belə deyim, səsvermə nəticəsində keçmişdi və ikinci bu forumun keçirilməsində bizim böyük bir təcrübəmiz olduğunuza görə biz bu təcrübə ilə bölüşəcəyik və o forumun keçirilməsində hazırlıq işlər də görəcəyik, dəstəkçi olacaq Türk tərəfləri qardaşlarımıza və bu deməli ikinci assambleyanın həyata keçirilməsində Türkiyədə bizim kifayət qədər böyük işlərimiz planlaşdırılır və planlarımız islahatların davam etdirilməsində gözlənilir və mən inanıram ki, biz qısa zamanda yeniliklər olduqca biz açıqlama verəcəyik və məlumatla bölüşəcəyik. Bəli, daim sığorta sektoru olaraq və Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq ictimaiyyəti məlumatlandırma işlərinizin həyata keçirildiyini görürük və buna görə də sizə təşəkkür edirik. Və son bir mesajı almaq istəyirəm sizdən, Elmar müəllim. Bizim sığorta olunan vətəndaşlarımıza son tövsiyəniz, mesajınız nə olardı? Sığorta olunan vətəndaşlarımıza mən istəyərdim həm sığorta olunan vətəndaşlarımıza, həm sığorta olunmayan vətəndaşlarımıza buradan müraciət edeyim və tövsiyə eləyim olaraq ki, onlar öz maddi sabitliyini yalnız bir vasitə ilə qoruya bilərlər. Bu gözlənilməz risklərdən və bu gözlənilməz risklər nəticəsində onlara dəymiş zərərlərin, maddi itkilərinin qorunması yeganə yolu sığortadır. Mən məsləhət və tövsiyə eləyərdim vətəndaşlarımıza ki, onlara dəyərli olan əmlakları, daşınar və yaxud daşınmayan əmlakları, öz həyatlarını, öz sağlamlığını sığorta vasitəsilə qorusunlar və onların vəsaitlərini yalnız itkilərin bərpasına yox, yalnız inkişafa və səfərlərə xərcləsinlər. Bəli, sığorta olmaq hər zaman həyatımızı rahat edir. Çox təşəkkür edirəm sizə bugünkü dəvətimizi qəbul edib verilişimizə gəldiyiniz üçün. Çox sağ olun dəvətinizə görə. Böyük məmnuniyyətlə dəvətinizi qəbul eləmişdim və bu verilişdə iştirak eləmişdim. Çox sağ olun. Çox sağ olun. Belə, əziz izləyicilər, yerli sığorta bazarımızda 2025-ci ildə qeydə alınan böyüməni və yeni inkişaf göstəricilərini müzakirə etdik. Risklərinizi sığortalamağı unutmayın, əziz izləyicilər. Əmin olun ki, həyat sığorta ilə rahatdır.